Mən qətlə yetirilən Məmmədov Gülzarın qaynamasıyam. Mən bu haqda indiyəcən heç bir yerdə danışmamışam, heç bir müsahibə verməmişəm. Buna açıqlama gətirilmək istəyirəm ki, mətbuatda çox danışılır, hərə bir söz deyir. Yəni ki, bu maddiyyətdir, kart məsələsidir, bizim öhdəmizə düşən, bizim payımıza düşən nə qədər ki, dövlətdən verilən imtiyazlar var idi, maddiyyət. Biz hamısını natural qayda ilə ailəmizə düşən, hamısını gəlinimizə bağışlamışıq. Çünki onun 2 dənə körpəsi vardı. Mən gəlinimlə bir evdə yaşayıram. 6 ildir mən gəlinimi ovucum içində saxlamışam. Heç kəs deyə bilməz ki, qaynana ilə bunun arasında söz-söhbət olub, nəsə bir problem olub. Bunu anası da bilir, atası da bilir, bütün qohum-əqrəbəsi də bilir. Bir ay bundan əvvəl mənim telefonuma gələn zəng hər bir şeyi alt-üst elədi. Mənə məlum oldu ki, Gülzar xanım bir başqası ilə əlaqədədir. Hətta bir başqasının bir neçə nəfərlə, həmən adamın mənə dediyinə görə bu bir neçə nəfərlə görüşür. Gəl bu qızın atası, anası da deməsəm də olmurdu ki, yəni ki, qızınız bu vəziyyətdədir. Onlar da gəldilər, atası gəlmədi, anası gəldi, qardaşı gəldi, bacısı yoldaşı gəldi. Ana içəri girən kimi mənə hücum çəkdi ki, gəzir də, hamı gəzir, mənim qızım da gəzir. Mən ama onu başqa cür gözlürdüm. Ki, gələr mənə haqq qazandırar, hələ bir qızını da damlayaq. Deyək ki, bu olmasın. Hər şey açıldı ki, bu qız nə üstə gedim. Ata demək heç bilmirmiş nə üstə getdi. Ana deyir ki, qızı qaynana ilə yola getmir. Evdə, məsələn, maddiyyət üstə görə dava eləmişik, arvadla yola getmir, ona görə götürüb gəlmişəm. Ana belə deyil. Hətta ana buradan çıxanda da dedi ki, saxlamışsınız. Aparıb atasına deyərəm ki, arvadla söz-söhbətə düşüb gətirmişim. Mən dedim, niyə elə deyirsən ki? Açığı nədir, onu deyilənsən. Niyə yalanla deyirsən? Mənim üstümə atırsan onu. Kişi gəldi, hər şey açıqlığa qovuşandan sonra ki, nə üstə gedib qız, yenə də ata işinə ata bir söz dedi, nana bir söz dedi. Götürdülər qızlarını da yenə o qayda ilə. Bir dənə vəsiqəsini istədi qızım məndən. Ya mən onun əlindən kart almamışam. Bir şey almamışam. Bir dənə vəsiqəsini istədi qızın ki, ata ki, qızın vəsiqəsini ver. Qızın vəsiqəsini verdim. Ata götürdü, qızını çıxdı getdi. Bizim evdə narazılığımız, gülə-güzarımız olmuyor. Bir o narazılığımız bizim namus üstə olur ki, bu cürə oğlum, bu cürə şəhidin, mənim oğlumun dünya ilə bir adı var idi. İndi də var, mənim oğlumun məkanı, nə bilim, məqamı indi də ucadır. Ancaq mən heç istəməzdim ki, nə Gülzara bir şey olsun, o mənim balamdır. Mən onu 6 yılda oğuzumda saxlamışdım. Nə də istəməzdim ki, oğlumun adı belə hallansın. Mən buradan xalqıma müraciət edirəm. Bu mesajlara, bu səslərə, nə bilim, yazılara qulaq asırlar, hərə bir müsahibə verir, onlara qulaq asırlar, bir tərəfli yanaşırlar. Mən Gülzarı öz balamdan artıq istəmişəm, qızımdan, oğlumdan, o biri gəlinimdən hətta üstün tutmuşam həmişə. İstəməzdim ki, belə bir şey olsun. Mən qəti etirazım eləyirəm. Yəni ki, bunun tərəfdarı deyiləm. Eləyən də dövlətin nə qanundur, cəzasını verəcəkdir. Gülzar, onların qızı deyildi, mənim qızım idi. O məndən getdi. Mənim evladımın yadigarı idi o bu evdə. Bir onun elədiyi əxlaqsızlıq və hər şeyi məhv elədi. Bütün hər şeyi alt-üst elədi. Mən indi buradan öz xalqıma müraciət edirəm ki, xalqımın qeyrətli bəyləri, namuslu qadınları, şəhid analarım, hansı birinizin gəlininizi şəhidi bu muzeyinə gətirib yad kişini salsa, onu qəbul edərsiniz siz. Mənə cavab verin, mənim səsimi eşidin. Buradan öz xalqıma müraciət edirəm, şəhid analarıma, şəhid atalarıma, qeyrətli, namuslu şəhid yoldaşlarına müraciət edirəm. Ümumi Azərbaycan xalqına müraciət edirəm. Mən kiməsə böhtan deyib ləkə yaxmıram. O mənim gəlinim olub, qızım olub, evimdə göz bəbəyim kimi saxlamışam. Mənim əlimdə materiallar var, video çəkilişlər var, səs yazmalar var, şəkillər var ki, ona əsaslanıb mən bunu deyirəm ki, mənim gəlinim bu yola düşübdür.
bu məsələdə namus üstə olubdur. Heç kəs hərə bir don geyinib, heç kəs içini bilməmiş, hərə bir don geyindirir. İndi mən əlimdə olan materialların ən ağırlılarını, ismətimə, həyama dayanaraq ən ağırlılarını bir neçəsinə xalqımın görməsi üçün bu səhifəyə yönləndirəcəm ki, siz görəsiniz bu materialları. Valla mənim yazığım o Şuşağa gəlir ki, Şuşanın anası anasam başına dönərəm ki, nə deyirəm? Bilirəm səni mən onların hamısından deyirəm ki, mən bir ildir, yəni bu çıxılmaz üstə düşmüşəm də. Allah yəni mənim ağlım aldı əlimdən, başım alıb əlimdən. O şərəfsiz də bir yana başım aldı, mənim evim eşim hamısı dağılıb. Məni döydürür, zəncirin həmin qardaşıma, anama, bacıma, məni bıcıya qardaşım öldürüb, meydimi gətiriblər, bax, indi xəstəxanada. Sənə qurban olum, həmin ayaqlarımın altında ölərəm, gör nə deyirəm. Mən bu səhv eləmişəm, onunla biz danışmaqda, yazmada mən ən böyük səhv elədim. Amma mən istəmirəm ki, indən sonra yəni, hər gün məni də saymır. Deyir ki, mən öz bildiyimi eləyəcəm. Gündə bir kişiyle danışmaq istəyirəm. Sənlə danışıram, səhv duyur, başqasıyla danışacağım. Yəni, sən də qadan alın. Görürəm belə, o yəni o sizə layiq adam deyil. Bir ay gedirdin, qalırdın, ziyaratgahda, orada, burada olurdun, işlərinin dalında edirdin. Verirdin, ondan xəbərin vardı, nə işlər görür, nə iş görmür. Mənim də yəni onu sizə deməyə haqqım, mənim borcum budur. Çünki də mən özü bilərdə, yəni o həyatı seçdim. Mən də istəmirəm ki, yəni sizin
uşağınızın, uşaqları, yəni nəvəniz o insandan yaşasın. Onun bir anası, bir kardeşi, bir bağışçısı yoktur ki buna bir terbiye versin. Öz başına olup oturup sen öz başına olup yoldaşı rəhmətə gedir. Yoldaşının evində oturub yoldaşının pulunu alır, şapır. Hər gün dırnaq, hər gün salona gedir. Bir yaxşı şey gedir o. Dünən dedim ki, qaynanana yazıb deyəcəm, bildim evdə yoxsuz siz. Mesela da baxıb eləmirdi, öz işindəydi, gedirdi salona, gəlirdi, ora bura qaçırdı. Sən gedin dedim ki, qaynanama zəng deyəcəm, qaynanama, kiməsə də indi etibar azır, kiməsə deyəcəm, sənin ipini yıxsın, belə olmasın. Onda qorxusundan götürüb qardaşıma yazıb ki, Ruslan belə eləyir, Ruslan elə eləyir.